Dostlar, bugün Stella Brainrot'un təzə videosunu çəkirəm və təzə update gəlir. Və bu update bir bəxtli bir dənə oğlan var idi. Onun update'i gəlir. Belə bir dənə bu Lucky Block'a oxşar bir dənə adam var idi. Adı yadımdan çıxdı. Və 50 dənə buna Lucky Block gətirməliyik və bu da Lucky Block. Hər 40 dəqiqədən bir Rainbow. Hər 40 dəqiqədən bir yəqin event başlatır. Yaxşı, indi Lucky Pot, yəni şanslı iksir və təzə trade gəlir. 2 saatdan, hər 2 saatdan bir bu qızıl trade, qızıl effekt yağır. Sonra həm Rainbow həm də random server Lucky Block, yəni Lucky 2x, 4x, 6x Lucky'lər random gəlir. Həm də Rainbow event aktiv olur. Və kiçik bir dənə də Klopat. Kiçik bir dənə də Klopat yəqin bunun adı idi. Və təzə 8 dənə Brainrot gəlir Lucky Block'a. Brainrot, yəni bu Lucky Block'a təzə 8 dənə Brainrot gəlir. İndi bu mərcəl, indi Pateo Brainrot, Kur Brainrot, Lavaka Lepre Ino Secret, Lak Sahur Secret, No My Gold Secret, Snailo Kronos Secret, Gold Secret və Fortune and Coino Secret. İndi bunlar Discord'da bax demədən qal. Bir dənə base skin gəlir limited. Bunları da Discord'dan baxaq. Yaxşı, gəldim indi bu Discord'dayam. İndi ən başdan başlayaq. İndi ən başdan buradan təzə bir dənə mutasyon gəlir. Disco mutasyonu gəlir bir dənə. Bir dənə disco mutasyonu gəlir təzə. Yəni bu mutasyonla. Mutasyon burada deyildi. Bu mutasyondan sonra disco mutasyonu gəlir. Və sonra burada No My Gold belə yerdə qızıl var, göydə 3 yarpaqlı bir dənə yarpaq var və bir dənə də qazana oxşar bir dənə ağlayan Brainrot var. Duk yox, gold. Mən bu Brainrot'u çox sevdim. Bu secret idi, səhv bilmirəmsə. Çox sevdim bu Brainrot'u. Qırmızı, qızıl gözlü, çox qəşəng. Bu yəni Duk qara formu, qara sarı formudur. Duk qəhvəyi ağ deyildi. Sonra bunu qırmızı sarı. Sonra hop. Burada bu nədir? Lucky. Yəqin bu Lucky yenə bu 3 yarpaqlı. 3 yarpağı olan yarpaq, 3 ləçəyi olan yarpaq. Bir dənə də arxasında bir dənə nə idi? Snailenzo ilə başlayan bir dənə adı idi. O yəqin budur. Və təzə base skin. Burada base görünüşü.
Belə qazan var. Qazanın üstündə qızıl var. Qazanın qabağında qızıldan bir dənə 4 yarpaqlı 4 ləçəkli yarpaq var. Sonra beyz qara, yaşıl, sarı formu. Beyzli belə ətrafında 4 ləçəkli. Burada 3'dür, ancaq burada 4. Başa düşmədim. Nəysə, beyzi də göstərdim və təzə gələcək yəqin ən qəşəng Brain Rot Fortuna ən coin'ina. Yenə 4 ləçəkli yarpaq və dolar dilli və dolar gözlü bir dənə qəpik var. Dolar qəpik. Nəysə, gələcək təzə Brain Rot update'i də göstərdim. Sonraki videolarda görüşərik. Bay bay.